Salam əziz izləyicilərim. Bu gün sizlərlə jülyen hazırlayacağıq. Əvvəlcədən göbəklərimizi təmizləyib, yaxşıca qabıqlarını soyuruq və hamısını bir-bir doğrayacağıq. Doğrayandan sonra suyumuzu qaynamağa qoyub, göbəkləri içərisinə əlavə edib 5-10 dəqiqə qaynadıqdan sonra götürəcəyik. Göbələklərimizi tökdük qaynamağa. 10 dəqiqə qaynadıqdan sonra götürəcəyik. Soğanlarımızı doğrayıb qoyacağıq, qovrulsun. Göbələyimiz bu tərəfdə qaynayır. Uzun formada doğrayacağıq və yaxşıca qovuracağıq. Soğanlarımızı qoyduq qovrulsun. Bu arada mən 3 soğan götürmüşdüm, amma ikisini doğradım. Çünki soğanlarım böyük idi. Soğanımız gördüğünüz kimi çok güzel qovrulmuşdur. Üzerine teleni əlavə edəcəm. Teleylə bir yerdə qovuracağım. Artıq telemiz də hazırdır. Gördüyünüz kimi biraz da qızarıb hissəsini göbələyimizi əlavə edəcəyik üzərinə. Göbələklə bir yerdə qovuracağıq. Yaxşıca qarışdırdım. Əlavədən deyim, əvvəlcədən mən duzunu istiotuna əlavə etmişəm. Duz istiot sizin ağız tadınıza uyğun əlavə edə bilərsiniz. Artıq göbələyimiz də hazırdır. İndi bunların üzərinə qaymaq tökəcəm 400 qram. Yağlılığı 20% olan qaymaqdan istifadə etdim mən. Yaxşıca qarışdırıb 5 dəqiqə gözlədikdən sonra artıq hazırdır. Artıq yeməyimiz hazırdır. Gördüyünüz kimi. Bu arada xanımlar bunu sobaya da qoyub bişirə bilərsiniz. Üzərinə Holland pendirdə tyorkadan keçirdib tökə bilərsiniz. 5-10 dəqiqə saxladıqdan sonra süfrəyə servis edə bilərsiniz. Bizim uşaqlar sevmədiyinə görə mən bu formada hazır elədim və çox gözəl də alındı. Kanalım yenidir. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı və zəng işarəsi açmağı unutmayın. Hələlik.